Tbilisiyə gəlmişik. İndi sizə qaldığımız mənzili göstərəcəm. Axırda da qiyməti qeyd edəcəm. Məncə şoka düşəcəksiniz. Adətən biz otel əvəzinə apartament götürürük çünki daha rahat olur. Deməli bu apartamentin girişidir. Burada ütü masası var. Ütü etdi. Bura əsas otaqdır. Anar burada işləyir. Masadır. Çox rahatdır. Lampası da var. Kiçik masa və bu da yatağımız. Sonra bu şkafdır. Köhnə olsa da amma çox böyükdür və Şkafı var, maftahası yox. Uy, belə 4 dənə soka var, ona görə məcbur olub belə asmışıq beşləri. Paltaları. Bu televizordur. Bu kiçik masadır. Bu mətbəxidir. Kiçik olmağına baxmayaraq hər şey var. Məsələn, soyuducu. Hər şey var, maftahası yox. Hə, çaydan, elektrik çaydan, soba, qab-qacaq. Sonra 2 dənə balkonu var. Bu paltar qurutmaq üçün balacadır. İkincisi isə çox belə romantik ab-havası olan balaca balkon. Və belə. Burada da dolab var. İçinə yaxşı. Kondisioneri var. Отопление. İndi isə hamamı göstərəcəm. Əsas deməli batarya maşın, duş, sonra Maftahası yoxdur, onu göstər. əl yumaq üçün moydadır. Bu və Və bu mənzilin qiyməti günlük sadəcə 38 manatdır və mərkəzdə yerləşir. Mən tapmışam çünki.